Mənim mövqeyim bu məsələlərlə bağlı belədir ki, əvvəla bir neçə məsələyə toxunmaq istəyirəm. Birincisi, Ermənistandakı seçkilər göstərdi ki, demokratik seçkilərlə bağlı mövqey və s. hamısı sözdən başqa bir şey deyil. 328 nəfər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan gəlib, 120 nəfər MDB-dən gəlib. Ancaq seçkinin sayılması prosesinin işıqların söndürülməsi, seçki öncəsi və seçki zamanı həbslər, bütün bunlar hamısı gözümüzün qarşısında baş verir və siz fikir vermişsiniz, siz ATƏT-in bu həmin o məlum missiyası Azərbaycan seçkilərini lupa ilə sanki izləyir və mövqe ifadə edir və çox zamanda Azərbaycana hazır hesabatlarla gəlirdilər. Amma Ermənistanda bax, məlum bu seçki prosesində baş verən pozuntularla bağlı, hətta ikinci yerin sahibi olan Samvel Karapetyanın partiyasından seçkiyə namizədlərin 5-in 6-sını seçki qabağı həbs eləmişdilər. Bir dənə siz bununla bağlı ATƏT-in bir etirazını və yaxud da ki, yazılı və şifahi bəyanatını gördünüz. Nə danışsınız, Avropa İttifaqının sədri belə rəhbərliyi təbrik edir, hamısı deyir, bütün bunlar hamısı biz heç birisini biz görmədik və hesab edirəm ki, bunlar hamısı gözümüzün qarşısında baş verən proseslərdir və Zvan Məlimov fikri ilə tam dəstəyəm ki, birisi hələ biz sülh müqaviləsinin imzalaması məsələsindən danışırıq. Konstitusiya dəyişiklik və yeni konstitusiyasının qəbulundan danışırıq. Amma təsəvvür edin ki, bu köhnə separatistlər, dırnaqara separatistləri İsveçrə parlamentinə qəbul edib onların görüşlər keçirdirlər. İsveçrə parlamentində, Los Angeles şəhərində və eyni zamanda Birləşmiş Ştatların çoxsaylı ştatlarında bu keçmiş o qondarma rejimin, tarixinin zibilliğine atılmış bir rejimin nümayəndəlikləri fəaliyyət göstərir. Həmin nümayəndəliklərin fəaliyyət göstərməsi nəyə lazımdır, kimə lazımdır? Paşinyan hökuməti onların fəaliyyəti ilə bağlı qətiyyətli, prinsipal mövqe göstərməlidir. Əks halda sülh prosesinin özünə bu arxadan ciddi hesab edirəm ki, zərbə ola bilər və haqlısınız o fikirlər. Mən də dəstəkləyirəm ki, bu seçki prosesində bir deməli seçicinin qiyməti 15-20 dollar olub. 15-20 dollar ver və onun mövqeyini ala bilərsən. Və kimi deyildiyi kimi rublinlə, kimi dollarla, avro ilə bu prosesdə iştirak edirlər. Bütün bunlar gözümüzün qarşısında baş verib və eyni zamanda Ermənistanda, bax, haqlısınız, beynəlxalq müşahidəçilər, onların 640-dan çoxdur. Onlar seçki ilə bağlı epizodik, texniki və s. məsələlər qeyd edirlər, amma köklü burada seçki pozuntuları ilə bağlı heç bir mövqe ifadə edilmir. Azərbaycanda nə zaman görmürsünüz ki, seçkilər olsun və seçki prosesindən öncə bu gedişatı zamanı deməli, həmin o iştirakçı tərəflərin kimlərsə həbs edilsin, kimlərsə saxlansın. Bunlar heç birisi olmayan məsələlərdir, amma necə o stəkanda necə deyərlər, tufan yaradırlar. Biz bunu da dəfələrlə görürük. Əlində silah, terror törədən, kütləvi terror törədən adamı, yəni layiq olduğu yerə gətiririk, məhkəmə qururuq, bir il açıq məhkəmə keçirilir. Məhkəmənin qərarından sonra məlum olur ki, bu siyasi məhbusuymuş Avropa tərəfindən. Mən bilməm, bundan binokulların şəxsi nədəndir? Hərbi əsir kimi təqdim edilir Avropa Parlamentinə 30 aprel son bu məlum qətnaməsində bir daha eyni yanaşma. Hərbi cinayətkarı siyasi məhbus kimi təqdim edilir. Arayik Harutyunyan hərbi formada, əlində silah, mübarizə aparırdı, Bərdənin, Gəncənin və s. vurulması ilə bağlı qərar veribdi. Adam da haqlı olaq cəzasını alıbdı. İndi məlum olur ki, siyasi məhbusdur. Bu Avropanın standartı. Ona görə mən yeganə xanıma qeyd deyirəm ki, hələ də Avropaya təəccüblənmə hissini saxlayıb. Mən sizə bir şey də söyleyeyim ki, Cənab Prezident, necə deyərlər, həmin revanşistlərə bir barmağını silkələdi və xəbərdarlıq etdi ki, onların hakimiyyəti gələcəyə təqdirdir və Azərbaycana qarşı təxribatçı addımlar və belə olan vəziyyətdə ən çox bundan erməni xalqının başı dərsdə olacaq. Valla revanşistlərin, bax o həqiqətən də indiki situasiyada mən bəzən düşünürüm ki, hakimiyyətə gəlməsi daha məntiqli olardı ki, biz onlara həqiqətən də öz cavabımızı başqa biz müharibə istəmirik. Sülh təşəbbüsünü biz müəllifik, sülh müqaviləsinin layihəsini biz hazırlamışıq, onun paraflanmasına nail olmuşuq. Ancaq bilirsiniz, bu məsələlərlə bağlı bilirsiniz, bax, indi bizim danışdığımız problemlər var, hüquqi məsələlərdir ya. Geçsinlər öz problemlərini, çıxış yolu özləri tapsınlar. Biz sülh istəyirik, bəli, heç sülh əgər alınmırsa, sülh müqaviləsi imzalanmırsa, məsuliyyət onların boyunda qalır. Bir də biz öz işimizi görmüşük. Ərazi bütövlüyümüzü təmin etmişik, suverenliyimizi təmin etmişik. 2020-ci ildə bunu etdiyimizdən və 2023-cü ildə etdiyimizdə indi daha güclüyük.
xüsusilə hərbi baxımdan. Belə olan vəziyyətdə problem öz problemləri. Getsinlər, hüquqi baxımdan digər yollarla, hansı yol istəyirlər, çıxış yol tapsınlar. Biz sülhü istəyirik, amma sülhə hazır deyillərsə, heç bizə də lazım deyil və biz onsuz da öz tarixi missiyamızı şərəflə yerinə yetirmişik.